Bu gün Halal Nemət min bərəkətdən yenə bizə hədiyyə qutusu gəlmişdi. Təşəkkür edirəm buradan ilk öncə rəhbərliyinə. Çox sağ olsunlar. Təşəkkür edirəm mənə dəyər verdikləri üçün, mən izləyicilərimə dəyər verdikləri üçün. İlk göstərdiyim pendirlidir. Həqiqətən də içərisində pendir dəyəncikləri olur. Hətta keçən dəfə mənə onlar hədiyyə göndərəndə, deməli şirkətdən hədiyyə göndərəndə, mən bişirəndə storyda izləyicilərimə göstərəndə, orada onlar demişlər ki, biz elə bilirdik, o yağdır. Dedim, yox, o yağ deyil, o pendirdir. Bişirən zaman içərisində pendir əriyir və çox, əgər hələ də almamısınızsa, mütləq pendirisini alıb sınamağı tövsiyə eləyərdim. Tək üzüldüyüm məqam o idi ki, səhər statistikalarından qoymamışdılar. Səhər statistikaları mən izləyicilərim də biz həddindən çox sevirik. Qiymət də çox münasibdir. Əgər Halal Nemət min bərəkətdən siz səhər statistikaları alıb yeməmişsinizsə, onu da sizə məsləhət bilərdim. Görürlərinizi isə hamısını bir istifadə edəcəm. Özüm də yeyirəm, izləyicilərimə də göstərirəm, uşaqlarıma da verirəm. Təşəkkür edirəm hədiyyənizə görə.